Salam hörmətli izləyicilər, xoş gördük Sura TV kanalında. Bugün biz sizinlə tonqal salatı hazırlayacağıq. Bunun üçün bizə lazım olan ərzaqları qeyd edirəm. Hamısı soğutma bişibdir, əvvəlcədən deyim. Yumurta, kartof, markov, toyuğun döş əti. Bunların hamısı soğutma pişib, xırda doğranılıbdır və konservləşdirilmiş qarğıdalı və xırda doğranmış göy soğan. Mayonez, duz istiyor zövqə görə və sonda bəzəmək üçün bizə belə çubuqlar lazımdır. İndi isə başlayırıq hazırlamağa. Əvvəlcə doğranmış kartofu qabımıza əlavə edirik. Üzərinə markovu əlavə edirik. Daha sonra yumurtanı, toyuğun döş ətini, göy soğanı, ən sonda isə qarğıdalını əlavə edirik. Və duzumuzu da əlavə edirik. İndi isə ən son mayonez əlavə edirik. Mayonezi biraz əlavə edib qarışdıracağım. Əgər yenə lazım olsa yenə əlavə edəcəm. Gördüğünüz kimi mayonezimizi tam qarışdırdıq, həll elədik. İndi isə bir qab götürürük, başlayırıq tonqal formasını hazırlamağa. Əvvəlcə salatdan götürüb boşqabın orta hissəsinə qoyuruq. Biraz belə köm qoyuruq ki, yəni çubuqları bölünə qoyanda tonqal formasını alsın. Gördüğünüz kimi bu formada düzəltdik. İndi isə başlayırıq çubuqları qırağına bu formada qoymağa. Bu da əziz izləyicilər, çubuqlarla artıq tonqalımızı hazır etdik. Bu qədər çox dadlı bir salatdır. Hər kəsə hazırlamağı tövsiyə edirəm. Videomuzu like edin, kanalımıza abunə olmağı unutmayın. Biz də çalışacağıq ki, yeni videolarla sizin görüşünüzə gələk. Çox sağ olun əziz izləyicilər.